Təbriz Kültür Tarix Dərnəyi təqdim edir. Talantlar. Yazar Həbib Sahir. Naşir İntişarat Nuxbeqan. Birinci hekayə Əraqlı həkim. Mallar qılığında yaşlı bir həkim Təbrizin Bağmeşə qapısındakı dükanların birində məhkəmə qurub, kasıb-çusub, əlsiz-ayaqsız naxoşları tədavi edərdi. O, bütün xəstəliklərə, baş ağrısına, diş ağrısına, qarın sancısına və əl-ayaq ciziltisinə əzbadəst deyirdi. Həkim hər gün orta çağı əzan oxunanda əbasını çiyninə salıb çörəkxanaya gedər, bir dana taza səncək ilə bir cüdüş piti alıb dükana qayıdardı və daxmada bir dəri sufra üstə nahar yeyərdi. Deyirlər ki, o civarda da bir işsiz, gücsüz, kefli Təği adlı bir adam var imiş. O həkimin taza çörəyinə və cüdüşdakı ətinə göz tikmiş idi. Amma həkim qonaqsevən adamlardan deyildi. Bir gün Təği o divar sənin bu divar mənim gedərkən qarı körpüsündə dostu Seyyid Həsənə rast gəldi və dedi: Ay Seyyid, bu köpək oğlu həkim məni qonaq eyləyiri. Dünən məhkəmənin qabağından geçərkən pitinin iyindən qollarım boğuldu. Bir çarə tap, Seyyid. Onun naharına şərik olaq. Seyyid Həsən dişlərini ağartdı. Gedə, həkim Allaha can verən naharından getməz. Əgər istərsən, mən bir hoqqa ilə onun başını qataram. Sən də onun çörəyin, xalanın çörəyi kimi yeyə bilərsən. Sabahısı günü günorta çağı Əttar Yəhya baba Seyyid Həsənin minarəsindən qışqır bağır salarkən Təği Seyyid Həsəni dalısına atıb budur ya Allah həkimin məhkəməsinə tərəf yollandılar. Onlar bazarçaya girər-girməz həkimi gördülər. Bir əlində ət güdüşü və bir əlində güllü səncək çörəyi yurduna sarı gedirdi. Həkim öndə, onlar arxada məhkəməyə girdilər. Təği Seyyid Həsəni şələ kimi yerə cübsədi. Seyyid Həsən başladı zarıldamağa. Vay dədə, vay nənə, öldüm, amandı həkim başı, məni balalarının başına dolandır. Vay qarnım, vay bağırsıqlarım, doğrandı dadıma çatay həkim başı. Həkim müştəri gözü ilə bir xəstəyə baxdı, bir də onu gətirənə. Qaşlarını atdı, dizə çökdü və Seyyid Həsəni uzaldıb müayinəyə başladı. Haran ağrıyır soruşdu. Seyyid Həsən, qarın, bağırsıqlarım, ürəyim, vay dədə, vay nənə. Həkim əlini hər yana qoyarkən Seyyidin axvayı göyə ucaldı. Həkim bir yaxşı müayinədən sonra dedi ki, naxoşiye tu az bad است. Sonra daxmaya sarı yönləndi. Sufranı açdı, çörəyi və əti yeməyini süfrəyə qoydu və mərizin başının üstə döndü. Onun qurşağını açdı, köynəyini tırmaladı, qulağını onun sinəsinə yapışdırıb qulaq verdi. Az bad است. Əzbadəst deyərkən Təğidə daxmada rahatcasına süfrə başında çömbəlib həkimin naharın üfrütdü. Bir öskürdü. Seyyid Həsən qulaqlarını şüşlətdi. Qıvraq ayağa qalxıb bir pişik zirəhliyi ilə məhkəmədən çıxıb budur ha dabana qüvvət. Həkim heyran-heyran dükanın pəncərəsindən yola baxdı. Seyyid ilan çalmış kimi qaçırdı. Daxmaya girdi. Təği ayaq üstə durmuş həkimə gözlərini zilləmişdi. Həkim bir ona baxdı, bir də süfrəyə ağzını açdı ki, yamanlasın. Təği gülə-gülə dedi: Həkim başı, Allah süfrəni açıq eyləsin. Ömrün uzun olsun və o zaman soyuqqanlılıqla məhkəmədən çıxıb öz yolunu tutub getdi. İkinci hekayə Talantlar. 1000 il bundan əvvəl Ceyhun ardı ölkədə hökm sürən bir əmir var imiş. O əmirin bir satın alma qulu var imiş. Boynu yoğun, qolu çomaqlı, ox atan, at oynadan. Deyirlər ki, Xurasanlı əkinçilər verginin ağırlığından və quraqlığından cana gəldilər və üsyan etdilər. Əmir qulunu bir neçə min atlı sipahi ilə Xurasana göndərdi. Qul çapa-çapa ağasının yolunda cəhad etdi. Qanlar axıtdı, evlər yıxdı.
xərmənlər otladı və əmirin tərəfindən fəth olunmuş vilayətlərə hakim tikildi. O yenə də başdan başlayıb taladı, çapdı. Az bir zaman içində böyük servətə malik olub, özü üçün bağlar içində hərəmsəra tikdirdi. Əmir o biri dünyaya köçərkən onun yerində oturdu, taxt qurdu, məclis qurdu, cariyələri oynatdı, sağilər şərab verdilər, şairlər mədihə söylədilər. Demək ki, Qulun tale ulduzları parlaq imiş. Hindistanın əfsanəvi servətindən ravilər rivayət etdilər. Qul tərsəbörklü atlılar atlandırdı. Budur ha, Hindistana apardı, qan tökdü, qarın yırtdı, xəlqin və bir çox kəndləri, qəsəbələri tarumar etdi. Əhalidən öldürəni öldürdü, öldürməyəni əsir edib öz ordusuna qatdı. Cavan arvadları və qızları zərxərid deyə qul tacirlərinə satdı. Malı həşəmi günü-gündən artdı. Hindistan yenə öz qoyub butxanaları viran etdi. Hindistana yenə üz qoyub butxanaları viran etdi. Qızıl-gümüş və cəvahirləri, qiymətli qarətləri qatırlara yüklədi, yurduna döndü. Bəğdad xəlifəsi bir qulun cəhadını eşitməz ona xələt göndərdi. Mavəraonnəhər hökumətin ona bağışladı. Qul da namərdlik etmədi. Xəlifəyə itaət nişanəsi ilə ərəbi atları və zərrin kəmər qulamları hediyə qıldı. Muxlis göbələk yerdən göyərən kimi o zaman bir əmir peyda oldu. Şanlı şöhrətli, üfuqları aşdı. Şairlər ona qoşmalar qoşdular. Gözəl kənizləri və qızıl-gümüş aldılar və təxtirəvan ilə yolçuluq etdilər. Şahin cəmalına, kəmalına şeirlər qoşdular. Onu yerdən göyə qədər yüksəltdilər. Bu aradan qərnlər keçdi, gün batdı, ay çıxdı. Bir çox şahlar təxtə mindi, bir çoxları təxtindən əndi. Bu kərə qərb sodagərləri, börkləri, qotazlı sipahliləri cəmiyə mindirdilər və tropik ölkələrin ələ keçirdilər. Sonra keşişlər gəldilər, ac və çılpaq xalqlar acı yeyib onları Məsih dininə dəvət etdilər. Bu dünyada var yoxlarını alıb, o biri dünyada onlar üçün ətləsdən çadırlar qurdular. Qərb feodalları fəth olunmuş vilayətlərin ən-münəbbət torpaqlarını, axar çaylarını, meşələri təsahüb etdilər. Çoxlu qızıl-gümüş və nəfis hediyələr imperatorilərinə göndərdilər. Onların sazı ilə oynayan əmirləri, məlikləri, qəbilə rəislərini qurdular. Üsyankar olanları qovub başqalarını hökumətə müəyyən qıldılar. Nə qədər ki, fəth olunmuş ölkələrin əhalisi qara günə duçar oldular, fatihlərin məmləkəti güllələndi və zənginlər servəti başdan atdı. Yazıçılar, filsuflar və şairlər ərbab xidmətində qol bağladılar, çoxlu kitablar yazdılar. 3-cü hekayə Gülüstan dərsi 1. Necə ki bir məhkumu zindana apararlar, eləcə də məni bir bahar günü bir axundun məktəbxanasına apardılar. Demək ki, ağaclar gül açarkən mənim də gönlümün gülləri solmağa başladı. Günəşli havada bəharın ətri ortalığı bürürkən məktəbin alaqaranlığı və qoxusu ürəyimi bulandırdı. Məktəb bir məsciddə qurulmuş. Alçaq ürülü, önündə bir yekəçal saqqal ruhani, nurani kişi oturmuşdu. O məktəbdar axund imiş. Birinci gün axşamadək ürəyim sıxıla-sıxıla o zindanda 2 düz üstə oturdum. Axund alim məni dindirmədi. Demək ki, qonağa hürmət edirmiş. Məktəbdə keçə börklü, zəncirəli börklü, qara börklü, köcəli, ağ tumanlı, ala tumanlı, corabsız oğlan uşaqları həsir üstə yan-yana oturub vız-vıza kimi dərs oxurdular. Axund bir çoxlarına dərs verib yola saldı, bir neçəsini də döydü. Bu arada bir qara çarşaflı xanım pəncərəyə kölgə saldı, Rubəndin qovzadı, qaşlarını oynatdı.
Güldü, Mallaya bir şeyler pıçıldadı. Anlamadım, ancaq ki Mallanın qaşqabağı atılıb, o da güldü. Sonra qələmdanı atıb bir ağ kağız götürdü, cızmaqara bir şeyler yazdı və gülə-gülə xanıma verdi. Axşam məktəbdən azad olanda Axund məni səsləyib dedi ki, Həbib, sabah gələndə Gülistan kitabı gətir. Ertəsi gün anam məni tezdən yuxudan oyandırdı. Çay çörək verib məktəbə yola saldı. Heybəmə də bir çastabənd ilə bir Gülistan kitabı qoyub, get Allaha tapşırdım balam, söylədi. Budur Axundun huzurunda dizə çöküb kitabı açmışam. Axund kitabdan oxuyur. Minnət Xudayı ra əzz və cəl taətəş məzid nemət. İlk dərsi heç anlayamadım. Amma tuti quşu tək evdə anama və xalama oxudum. Uşaqlıq aləmi qəribə bir aləmdir, əsrar ilə dolu. İlk ehsas isə unudulmaz bir ehsas. Uşaqlıqda eşitdiyimiz sözlər və ahənglər hər bir zaman ruhumuzda tənin salar. Bir tuti quşu qərizə üzrə insan dilini öyrənirsə, bəlkə də mənasını anlamaz. Lakin insan ovladı hər sözdən, hər ahəngdən xiyalında səhnələr və pərdələr yaradar. İkinci gecə eyvanda fərş üstə oturduq, şam yedik. Fanus işığına qurd quşlar yığışmışdı. Mən ürəyimdə dərsimi təkrar edirdim və hər bir cümlədən ya kəlmədən bir canlı və maddi şey yaradırdım. Minnət, minnət qoymaq. Xuda, yeri göyü yaradan. Əz nə demək? Əz dur pişiyin başını əz. Cəl yani cəl. 3. Qərəz, günlər biri-birinin ardıca gəlib getirdi. Mən məktəbxanadan Gülistanın telesmində çabalarkən dünənçi xanım pəncərə önünə qondu. Axund mənə dərs vermədi. Sevindim, neçə aylar geçdi. Gülistanı anlamadan yarıya yetirdim. Gülistanda bir çoxlu mələk dərviş adları öyrəndim. Həm də ba kənizan Yasəmən bu ki, Misrai analiz etdim. Kəniz kulfətdir. Amma ki, kulfət Yasəmən gülü kimi ətr saçmaz. Yasəmən gülü butasıdır. Açıq, abi və qayət ətirli. Güllər açar baharda. Birdən-birə İşvəli xanım yadıma gəldi. O da bəlkə Yasəmən ətirli kəniz imiş düşündüm. 4. Qışın son günləri idi. Axund bizlərə qitə payladı. Qitə dediyin rəng-bərəng şəkillər idi. Şirin çeşmə başında saçlarını darıyırdı. Rüstəm Ağdev ilə güləşirdi. Bir padişah təxt üstə oturub, yan gövrəsində nökər naiblər əl bağlayıb durmuşdular. Axund ilk öncə dövlətli uşaqlarını çağırdı. Həsən xan, Yəhya xan, dur gəl. O, ən gözəl qətələri onlara verib, tör-töküntüsünü də yoxsul uşaqlara əta edirdi. O, qətələri uşaqlara müftə paylamazmış, onların ailələrindən xələt dilərmiş. Kəlləqəndlər cirvança, çay, şirni, qumaş, parça və s. Bir də çərşənbə yemişi. Axır çərşənbə axşamı anam mənə taza paltar, taza başmaq geyindirib, başıma zəncirəli börk qoydu. Bir böyük boşqab çərşənbə yemişi ilə bir neçə arşın ağ parça qoyub məni məktəbxanaya göndərdi. Hediyələri Axundun qabağına qoyarkən anamın sifarişini yerinə yetirdi. Axund, bağışla, azına çoxuna baxma. Axund qaşqabağını turşatdı. Demək ki, bəlkə səbz dərvişan imiş bizim hediyələr. Axundun böyük bir taxta sandığı da var idi. Sandığın içi bir neçə gözə bölünmüş idi. O kəlləqəndiləri, cirvança ilə çayları sandığın bir gözünə, yemişləri bir gözünə qoyurdu və xələtləri də o bir tərəfə üst-üstə qat-qat qalayırdı. Taza il bayramı gəlib çatmış idi. Bayramdan sonra Axund xoşgülüş və mehraban oldu. Artıq ki, uşaqları falaqqaya bağlamırdı. Mehraban olmuşdu. Çünki qara çarşablı o mehriban xanım hər gün Axundun pəncərəsi qabağında göyərçin təkin qonurdu. Bir gün məktəbdən qaçıb sahibi Əmir meydanında Lotu İbrahimin tamaşasına getdi. Lotu İbrahim meydanda mərikə qurmuş idi.
Qanbahan bir ayının əllərinə bir də gənək verib, onu ayaq üstə bir rəqqas tək oynadıb bu şeirləri oxudurdu. Ləl, lələ, la, ləl, lələ. Du, siyah, lə, la, ləl, lələ, li. Yeri yeri çoban yeri, dağları dolan yeri. Ayı isə meydanda dağ-daşda gəzərkən öz dövrəsinə dolanıb seyircilərə diş qıcırdardı. Lotu İbrahim bir hünərmənd hoqqabaz idi. O, hünəri ilə məxluqu güldürürdü. Gahdan da bir yetim uşağı torba üzərində oturdub qıt-qıt deyə onu yumutladırdı. Lotu İbrahimin türk dilində oxuduğu qoşmalardan çox xoşum gəlirdi. Lakin müəllimin dilini kimsə anlamaz və gülməz idi. Demək ki, Lotu İbrahimin dərsi faydalı və cazibəli imiş. Günortadan sonra idi ki, məktəbə sarı yollandım. Pərişan fikirli Seyyid Həmzə bazarçasından bir saxsı qab pişmiş paxla alıb məktəbin pəncərəsi önünə qorxa-qorxa yanaşdım və qabı Axunda uzatdım. O dinməz, söyləməz qabı aldı, içindəkiləri tovşurdu və boş qabı mənə uzatdı. Gülər üzlə dedi: "Həbib, get suyundan da al gətir." Demək ki, Axund ilə barışdıq. Artıq məni döyməzdi, yaman deməzdi. Bir gün Axund məktəbə gəlmədi. Uşaqların biri dedi, ölübdür. Biri dedi, itibdir. Biri ayrısı dedi, ziyarətə gedibdir. Xəlifə yuxarı başdan çığırdı. Uşaqlar, Axund nə ölüb, nə itib, nə ziyarətə gedibdi. Arvad alıbdı, arvad. Uşaqların birisi soruşdu, kimin qızını alıbdı? Biri dedi, sənin bacını. O biri dedi, nənəni alıbdı. Xəlifə güldü. Yox canım, Axund hər gün pəncərəyə qonan xanımı alıb. Dünən gecə də toy idi. O gündən bəri Axund cavanlaşdı. Xoşgülüş oldu. Artıq bizim müəllimimiz evlənmişdi və cüt yaşayırdılar. 4-cü hekayə Dərviş babanın ecazı. Özünü oda közə vuran, çörəyi daşdan çıxan bir zavallı insan təriqətdən, irfandan nə anlar? Dərvişə İranda Qulemola deyərlər. Dərvişlər bazarlarda dilənsələr də dilənçi deyirlər. Onlar dünyayı atıb, toz zərrələri tək günəşə sarı yüksələr və nəhayət haqq ilə birləşərlər. Sən bir dərvişə rast gələndə onun saçına, saqqalına, uzun xirqəsinə, çomağına, kəşkuluna baxma. Bir an onun gözlərini gözdən dəydi, görəcəksən ki, göz deyil, parıltılı çeşmədir, parlaq oddur. Sən bircə onun kəlamını dinlə, gör nələr söyləyir, xoruz səsi də eşitməyibdir. Dərviş bir baxışda qara toprağı kimya edər və misi altın. Bir gün var idi, bir gün yox idi. 7 iqlimdən xərrac alan bir sultan var idi. Cəlali, cəmali yerində. Şairlərin də şeirində o qədri qudrət, keyvan rəfət imiş. Tarixçilər isə ona İskəndər Sani, Sultan Bər və Bəhr ləqəbi vermişdilər. Qərəz sultan dünyanın bütün nazı nemətindən faydalanar, lakin qəmdən günü-gündən qocalar. Zira ki, onun nə bir qızı var idi, nə də bir oğlu ki, ondan sonra varisi tac o təxt olsun. Deyirlər ki, bir gün səhər tezdən bir dərviş baba şəhərin hisarının yanında çadır qurdu. Təxt pusini yerə sərib od yandırdı. Kimyagərliklə məşğul oldu. Sultan qürfəsinin bacasından dərvişi görüb vəzirdən soruşdu, o çadır quran, od yandıran kişi kimdir? Vəzir, qiblə aləm, o bir dərvişdir, kimyagərdir cavab verər. Sultan deyər, qalx get onu mənim yanıma gətir. Gəlməz. Necə gəlməz? Axı, qiblə aləm, o dilənçi kökündə görünən adam ki, 7 dəyirmanda bir avuc onu da yox, özünü sultanlardan, xaqanlardan da üstün sayar, o kəşf və kəramət sahibi kimidir. Sultan düşünüb deyər, qalx onun çadırına gedək, murad diləyək.
Sultan vəziri ilə dərvişin çadırına girdilər. İki diz üstə ədəbli quru yerdə oturdular. Dərviş sultana bir nəzər saldı. Dərdini bilirəm sultanım dedi. Evladın, varisin yox, qəmin çox. Sultan, elədir dərviş baba söylədi. Dərviş baba dağ qarcılığından bir qızıl alma çıxartdı. Sultana verib söylədi. Sarayına dön. Gecə şəmçiraq yandır. Haqqı Taaladan yardım dilə. Almanı gümüş bıçaq ilə ikiyə böl. Yarısını sən ye, yarısını da xatına yedirt dedi. Sarayda şəmçiraq yandı. Xatın alvan qanatlı tavus quşu tək xəlvətə girdi. Alma ikiyə bölündü. Gülüşdülər, öpüşdülər. 9 ay, 9 gün getmədən xatın ay parçası tək bir kakul zəri doldu. Kimlərə sufi deyərlər? Sufi, dərvişi də yarı yolda qoyan, cəmal-i həqqi, gözəl oğlanların üzündə tamaşa qılan bir hişmətli kimsədir. Bir çox əmirlər, vəzirlər, sodagərlər çörəkləri yağda ola-ola sufidirlər. Lakin bir çox sufilər Allah qılığındadır. Onların muridləri çox dərd və qəmləri yoxdur. Şərab içərlər, yaylaqlara köçərlər, əfyuna həşiş çəkərlər və qəzəl yazarlar. Onları danışdırırsan dünyanı atıbdılar. Onların gözündə həyatın heç bir qədər qiyməti yoxdur. Onlar azadədirlər. Məşuqları ardıca Hindistana qədər gedərlər. Yaxud sərdarın ətəyindən yapışıb öz məşuqlarından şikayət edərlər. Elə düşünürəm ki, bu zamanda sufilik, dərvişlik artıq etibardan düşüb, unudulubdur. Gül Cəmalın oğlum. Tehrandakı, Şirazdakı xanqahları ziyarət qıl. Gör nə şur o şər var imiş bu mavi göy altında. Hələ bir danışqaha da başı vur. Oradakı xanqahı seyrət qıl. Gör nə qədər cavan qızlar və cavan oğlanlar dərviş olub rəqs edirlər. Məsnəvi oxurlar. Dünyanı, həyatı bir saman çöpü qədər qiymətləndirməzlər. 5-ci hekayə tənasuq. Evimizdə ay işığında kölgə kimi dam divarda gəzən bir qara pişik var idi. Xalam gözlərini zilləyib onu süzər deyərdi. Baxma pişikliyinə, həramzada cindir ha, pişik cildinə girib ona toxunsalar ev-eşik od tutar, yanıb kül olar. Müəllimimiz isə deyərdi, tənasuq nə qədər də anlaşılmaz bir fəlsəfə olursa da, məncə o qədər də əsassız bir məsələ deyil. Hind fəlsəfəsinin əqidələrinə görə dünyadan köçüb gedənlər yenə də bu dünyaya gəlirlər. Heyvan cildində yaxud bir başqa diyarda insan balası şəklində anadan doğulurlar. Bir şair dostum da var idi, insandan ürkər tək yaşardı. Söyləyərdi, insan ölməzdir. Baxma ki, su köpüyü tək batıb məhv olur. Şair baba şəhərdən qıraq köhnə bir evdə yapyalnız yaşardı. Evin fəzası geniş idi. Oradan günəşin tuluğunu, ayın çıxmasını seyr edər. Gecə quşlarının civiltisi ilə yuxuya gedərdi. Bir axşam gəzintidən dönərkən yağış tutdu. Şairin evinə pənah apardım. Gördüm ki, köhnə tozlu bir cilim üstə oturub. Samavarda bir yanda qaynayır. Qabağında isə bir manqalda köz odlar qızıl gülləri kimi parıldayır. O əfyuni idi, teryak çəkirdi. Mən suya düşmüş cücə kimi tir-tir əsirdim. Mənə başdan ayağa göz gəzdirib, gülümsəyib dedi, gün hardan çıxdı, dərvişləri yad etdin, gəl otur görək. Oturdum, çaydan qap-qara mürəkkəb kimi qaynar çay istikana töküb mənə verdi. İç, qızışarsan dedi. Təpədən, dərədən danışdıq. Söhbətimiz gülləndi. Tənasuq məsələsi ortaya gəldi. O da mənim xalamın, müəllimimin nəzərin təyid etdi. Düzdür canım, tənasuq məsələsi əsaslı bir fəlsəfədir, əfsanə deyil.
İnanmaram, tənasux mənasux həramzadə əfsanədir dedim. Rəncə atdı, əlin uzaldıb döşəkçənin altından bir bozulmuş İttilaat ruznaməsi çıxartdı, mənə sarı uzaldıb, gəl oxu dedi. Aldım oxudum. Bir əsmər və şirin hindli qız bir gün Murtaza sırrın açdı. Mən 70 il bundan əvvəl Benarusda Rajandra adlı bir filbanın gəlini idim. Taunla tutulub bu dünyadan köçdüm. Həyatımda öz ərimə xiyanət etmədim. Yalan danışmadım. Ona görə də əsrar aləmin dolaşa-dolaşa heyvan qılığında deyil, bir cavan qız qiyafətində təkrar bu dünyaya ayaq bastım. İlk həyatımda adım Nərgis idi. İndi isə Rubab adlanıram. Sözlərimi inanmasanız, durun Benarusa gedib Rajendranın bugünkü əqrabalarından soruşun. Məhəllə ağsaqqalları yük yaplarını bağlayıb filə mindilər. Benarus şəhrinə sarı yollandılar. Rajendranın evini tapıb əqrabalardan Nərgis kim imiş, nə zaman ölüb deyər bəhs açdılar. Rubabın söylədikləri doğru çıxdı. Mən dedim ki, bu nə mənə? Mən ki inanmaram, bunlar büsbütün uydurma, əfsanədir. Şair ah çəkib bir istikan ərək doldurub içdi və üzünü turşadıb soruşdu ki, sən ərək mərək içməzsən? Xeyr dedim. Şair baba bir fındıqca teryak qopardıb hoqqaya yapışdırdı. Sonra maşay ilə bir çöz od manqaldan götürüb tiryakı alışdırdı. Somurdu. Buz tüstü həlqələrini burnunun bacalarından dışarı buraxdı. Sonra ağzını açdı. Tulambar bacası tək ağzından duman fışqırdı. Sonra gözləri xumarladıb, səni yaxşı tanıram, əvvəldən də imanın biraz axsaqdır. Sən ki yer-göyü yaradanı layiqcə tanımısan, əlbət tənasuxa da inana bilməzsən dedi. Bir an fikrə gedib sözünə davam etdi. Mən özümü aynada görən kimi gördüm. Mən də, yəni sənin şair yoldaşın 1000 il bundan əvvəl Qəndahardan anadan doğuldum. Boy atdım, böyüdüm, cavan oğlan olub bir ustadın yanında elm-o ədəb öyrəndim. Get namdar bir şair oldum. Zamanənin sultanının sarayına gedib ona nədim oldum və məddah oldum. Sultan hişmətli bir kimsə idi. Zərəngar sarayları, gülçiçəkli bağçaları, gərəşin, sarışın, sürü xatınları və kənizləri və zərrin kəmər qulamları var idi. Sözün qıssası, bir qədər qüdrət, keyvan-ı rəfət öz zamanının hatəmi bir mələk idi. Gündüzləri sultan günorta çağınadək yatardı. Bəzən də alaqaranlıqda durub şikara gedərdi. Lakin gecələri süfrə açılardı. Şərab səbil olub kənizlər sazahəng ilə rəqsə başlardılar. Mən sultana mədihələr yazıb onun qədrin çərxofələk qədər yüksəltdim. Sultan mənə ev-eşik, çörək, çıraq, kəniz bağışladı. Yaylağa köçərkən öndə də çadırlarımı, qapqacağı, itlərimi, pişiklərimi, kənizlərimi daşırdılar. Lakin əfsus fələk qoymadı. Sultanın bir gözəl oğlan məşuqu var idi. Mən sarsaq, həmən bədbəxt oğlana vuruldum. Sultan məni cəllad əlini verdi. Şəhadət şərbəti içdim. Zülmata qədər getdim. Ab-i həyat içdim. Budur ha 1000 il sonra yenə bu çor dünyaya gəldim. Yenə də gedəcəyim. Bir daha, 1000 daha dönəcəyim. Baba şairin gözləri süzüldü. Boynu ləxlədi, başı ağırlaşdı, əyildi, şap deyə sinəsinə əndi. Bir diskindi, gözlərini açdı. Dedim, qardaş, icazə ver mürəxəs olum. Gözlərim bərəldib yalvardı. Sən Allah biraz da otur. Dünən gecə padişahın mədh-o sənası olan bir qəsidəmi sənə oxuyum. Gör necədir. Dedim ki, qardaş, artıq dünyanın vəz-i əhvalı dəyişmiş. Daş üstə qalmamışdır.
Artıq mədh səna dövrü keçibdir. Biraz da xalq üçün şeir və nəğmə yaz. Şair məni başdan ayağa süzüb güldü. Mən isə sözümə davam etdim. Bəli, zamanə dəyişdi. Fizik metafizikə qələbə çaldı. Zamanəmizin insanları yaltaq şairdən xoşları gəlmir. Qıpqırmızı qızardı. O da baruta döndü. Cəhənnəmə xoşlarına gəlir gəlməz. Mən sənə dedim ki, 1000 il əvvəl ki bir yaranmışam, mən sultanın məddahi idim. İndi də başqa bir sultanın məddahiyəm. Heybətim ki dəyişməmişdir. Əfkarım, zövqum, mənbələrim, damarlarımda axan qanım dəyişməmişdir. Mən artıq ağır yuxuya getdi. Elə bildim ki öldü. Dabana qüvvət eşiyə fırladım. Yağış yağırdı. Hava duru idi, ulduzlar parıldayırdılar. 6-cı hekayə Leyla. Yayın ən gözəl və aydın günləri idi. Qaranqunun duru suları, bulaq otlarını, saçmaqların, kənardan güllərin ətirli yarpuzları oxşaya-oxşaya miyanəyə sarı axmaqdaydı. Qoşunun, ilxıların yalnız dağ ətəyindəki çimənlərdə deyil, kəndin meşəliyində də otladırdılar. Nəsiminin nəfəsi ilə və günəşin yardımı ilə yarpaqlanan və yaşıl örtüyə bürünən cavan ağaclar bir həftə içində lüt berehnə olmuşdular. Həm də kəndlilərin əməyi göyərib, sümbüllənən zəmilər büsbütün atların laqeyd ayaqları altında məhv olmuş idi. Ilxının quruyan bir sürü sərbazlara bir sultan əmr verirdi. Sultan cavan bir yaraşıqlı idi. Lakin gözlərindən hərzəlik yağırdı və sağlam dişləri hər zaman parıl-parıl parıldırdı. Gülürdümü, yoxsa köpək kimi dişlərin qıcırdardı? Başa düşmək olmurdu. Ilxıçılar yalnız kənd əhlin deyil, obaları da belə talayıb bir çörəyə, bir kasa ayrana möhtac qoymuşdular. Kəndlilərin və obaların fəlakətindən xəbərsiz çöl quşları rəngarəng çiçəklər tək çay çimənlərdə uçurdular. Quş səsləri əsən nəsiminin axan çayının nəğməsi ilə qarışırdı. Kəndin taza gəlinləri, qızları bulağa gedərkən meşənin kənarından süzülə-süzülə gedirdilər. Onlar sərbazlardan qorxurdular. Lakin Leyla kəndin gözəli heç ilxı adamlarından çəkinməz və qorxmaz idi. O bir məğrur və cəsarətli bir qız idi. Leyla türkəmən simalı, dar cazibəli gözlər, çıxıq yanaqlı bir nazənin idi. Boyu bəstə, üzü də gül dəstəsi idi. Sultan ona göz tikmişdi. Leylaya marağadan gələn bəylər və obalardakı cavanlar, dağda, daşda, qoyun otladanlar hamısı aşiq idilər. Amma Leyla yalnız birinə könül vermişdi, adaxlanmışdılar. Ona görə də anası qızı cahazını bir cür ilə sazlamışdı və paizi gözləyirdi ki, qızın köçürtsün. Günlər ardıca gəlib keçdi. Gün batdı, ay çıxdı. Qaranlıq bir gecə idi. Səhərə yaxın at ayağı tapıltısı eşidildi. Köpəklər hürdülər. Gecənin sükutunda bir qadın çığırırdı. Amandı qonşular, gəlin dadıma çatın. Biri dana qızımı qaçırtdılar. Çığıran Leylanın dul anası idi. Kənd əhli, arvadlı kişili eşiyə ağnadılar. Çay çiməni, dağı daşı, meşəliyi axtardılar. Obalara soruşdular. Gün taza ufuqdan qaş-göz edirdi ki, bir kiçik qız çiynində testi çaydan gəldi. Leylanı gördüm dedi. Çay kənarında sərəlləyib, yanında da sultan yatmışdı. Sultan göyə baxırdı, amma ki Leyla gözlərini yummuş idi. Rəngi göyərmiş idi. Qızın cəsədini tapdılar. Onu boğmuşdular. Sultanın da bağrına bir xəncər sancılmış idi. 7-ci hekayə Hacı Xudaverdinin gəlini.
Babam o günlərdə kənd bəyləri ilə qohum və əqrəba olmuş idi. Yəni çaydan keçərkən yan-yana dəymişdilər. Hər il payız vaxtı babam kəndlərin canına düşüb bir kənddən o biri kəndə gedib cicim, cilim və cəbə alardı. Aparıb Təbrizdə Əmir bazarında satardı. Babamın kefi saz idi, kimsəyə möhtac qalmaz idi. Hər il bir neçə gün bəylərə qonaq olub kənddən dönərkən bir neçə dana fətir, bir dağarcıq qurud, gahdan da bir xoruzu ya bir til toyuq soğat gətirərdi. Xərmən yığışılıb bostan pozulandan sonra bəylər, yüklər, eşəklərlə hin-hoş deyə bizə qonaq gələrdilər. Səmavər səhərdən axşama qədər qaynardı. Bozbaş pilov pişərdi, qəlyan xoruldardı. Qonaqlar yeyərdilər, içərdilər, Təbrizlilərə sataşardılar. Ədə, adam da bulaq suyunu qoyub su anbarının qoxumuş və qurtlu suyundan içər. Taza çörəyi qoyub bayat çörək yeyər. Dağı, daşı, açıq havanı qoyub alaqaranlıq bazarlarda ömrünü çürüdər. Sütlü aşı boza döndürüb sonra yeyər və sairə deyib qah-qah gülərdilər. Bəylər varlı dövlətli adamlar olduqlarına rəğmən gözü dar və rənd kimsələr idilər. Bizə soğat deyə fətir, taza kərə gətirərdilər. Lakin bizim qəlyanaltımıza qənaət etməzdilər. Səhər süfrə döşənərkən baba anamı səsləyib gülə-gülə deyərdi: "Fatimə xanım, dayına o fətirlərdən gətir, kərə də gətir görək." Və qardaşıma əmr buyurardılar: "Mir Məmməd, çay tök, şirin çay ver." Yadımdadır, bir gün səhər tezdən bəylər bazara getdilər. Qayıdarkən birinin başında kağız içində mahud papaq var idi. O birisi də taza abi rəng sərdarisini tərsə geymişdi ki, tez köhnəlməsin deyir. Bəylər pullu adam olduqlarına rəğmən çox kifir və pinti adamlar idilər. Hamama getməzdilər, köynək dəyişməzdilər. Yorganı döşəyib bitə çəkərdilər. Hələ bəy ağaların şərrindən qurtulmamış Kətxudanın bacısı əri ilə gözləri şıpırdıqlı qızı ilə hin-hoş deyə evimizə qondular. Bir tuluq da əyran və bir dağarcıq şor gətirmişdilər. Özləri yeyərdilər. Gecə gündüz süfrə açılırdı. Yeyirdilər, içirdilər və Təbrizliləri məsxərə edərdilər. Tavusun gözləri yaman qarışmışdı. Həmən bir fayton çağırdım ki, qızı göz həkiminə aparsınlar. Qız faytonda qorxdu, çığır-bağır saldı. Zor ilə onu faytona basıb həkimə apardılar. 3 həftə sonra bazardan sələ-soğat alıb yüklərini çatdılar. Yola düşərkən gəlin anama dedi ki, Fatimə xanım, Həbibi də bir neçə gün göndər gəlsin kəndə, bizə qonaq olsun. Qonaqlar itildilər. Amma ki, nə çaynıqda çay qaldı, nə dilabda qənd, nə də köpdə qovurma. Hər il yayda qızdırma sorağıma gələrdi, amanımı kəsərdi. Taza yataqdan durmuş idim ki, məni karvan ilə kəndə göndərdilər. Bulaq suyu içəm, taza çörək yiyəm, cana gələm. Kətxudaya qonaq oldum. Balaxanada bir tozlu kilim üstə məni qonaqladılar. Bir taza lavaş və bir çəngə şor pənir qabağıma qoydular. Demək şam imiş. Səhər qaynar qap-qara çaylar, bir dana taza lavaş yedim. Çölə getdim. Bostan başında oturdum. Bir allı-billı qız mənə qarpız verdi. Sap sarı zəfəran tək idi. Kətxuda dövlətli idi. 2 arvad var idi. Paltarlarının ətəyi Osmanlı lirəsi ilə bəzənmiş idi. Rəng-bərəng libaslar giyərdilər. Lakin adamın yanında oturub keçərkən onların pis qoxusundan adamın bəngələri çatlardı. Bir gün səhər hay düşdü, Kərbəlayı gəl. Bəyin qonaq otağı silindi, süpürüldü, samavarlara od saldılar, qazan asdılar, bozbaş pişirdilər. Günorta çağı qonaqların başı açıldı, salam, salam deyə otağı doldurdular. Sufra döşəndi, təam yeyildi, sələvat çəkildi. Qonaqların içində bir qoca əprimiş kişi nəzərimə çatdı. Qədəkdən bir qat donu var idi, bir yırtıq tumanı, ayaq yalın idi. Özündən gözündən nikbət və pislik yağırdı. Ev sahibinə soruşdum,
Bu dilənçi adam kim olar? Güldü. Ədə, Seyid nə deyirsən? O Hacı Xudaverdidir. Kəndin lap dövlətlisi. Qızılları yer batırar. Sənin babanın var, yoxunu ala bilər. Nə deyirsən? Şəhərli balası. Bir gün Kətxudanın qızı ki, Hacı Xudaverdinin demək gəlini hesab olunurdu, mən təndir başında oturub çay çörək yeyərkən içəri dürtüldü. Əlimdən yapışdı. Qalx Seyid, gedək, bir qonaq ol bizə, dedi. Qonağın qabağına bir dəri süfrə açdı. Bir dana lavaş, çörək və bir nərbəçi də, bir fındıqca kərə və bir çay qaşığı qədər də bal gətirdi. Ye, utanma Seyid, dedi. O çafdar sənə həmi çörə, həmi şor yedidirdi. Yazıq balam, gəldin kəndə kökələsən, biraz da arıqladın ki. Biraz çörəkdən qopardıb, bal kərək ilə bulayıb ağzıma qoyarkən tavus tir topcinli kimi evə girdi. Ana, babam gəldi. Bax, qapı qabağında at sulunu saldı, yatdı, dedi. Yazıq gəlin əl-ayağın itirdi, rəngi qaçdı. Vay dədəm, vay, kül oldu başıma. Əgər qoca anlasa qonaq gətirmişəm, dədəmi yandırar, dərimi soyar. Dur bala, dur səni yola salım, yoxsa qan qiyamət qopar, dedi. Gəlin ətəkləri ayağına dolaşa mıncıqlarını səsləndirə məni damdan dama qaçırtdı. Ən sonrakı dama yetişərkən baxdım ki, uca bir damdır. O tərəfi də çöllü biyaban. Necə ki, Kulə sodagərləri Afriqalı qulları zor ilə dənizə atardılar. Gəlin də öyləcə məni qucaqlayıb hop deyə gürültü ilə damdan yerə atdı. Ayağım yerindən çıxdı və bir neçə ay axsadı. 8-ci hekayə Qotur getib bulaq başından su içər. Bəzən meşələrin dərin sükutunu bir çaqqal zuzəsi pozar. Gahda bir duru axar suyun kənarında bir İran qıvrılıb yatar. Hələ çox cavan idim ki, bir Kürd ağasının yanında Kaki Mirza idim və uşaqlarını da Mamusda. Ağa bir çox Kürd feodalları kimi öz kəndində yaşardı. O malla idi. Padişahdan hər il bollu qızıl alıb və Kürdistan əkinçilərin, çobanların yola gətirərdi və onları padişah-ı İslam'a qarşı üsyandan bərhəzər edərdi. Kənd bütün İran kəndləri təkin orta çağlar yadigarı olan bir yığın yalçıq kumadan ibarət bulaşıq və fəlakətli bir yer idi. Ancaq geniş tarlaları, bostanları, meşəliyi var idi. Tarlaların, bostanların yarıda çox məhsuli ağanın və yerdə qalanı isə çıplaq və ac rəiyyətin idi. Kəndin aşağısından çay axırdı və uzaqdan lacəvərd dağlar gülürdü. Ağalıq kənddən İraqda bir təpə üzərində yonma daşdan tikilmiş qapılı pəncərəli çox möhkəm və gözəl bir bəna idi. Divanı, otaqları Kürdistanın qiymətli fərşləri ilə döşənmiş, tavanlarda avizələr asılı idi, taxtalar ilə naxışlı qablar, aynalar ilə bəzənmiş idi. Bu gözəl bina, meşəliklər, axar çay kəndin palçıq kumaları və tozlu dar küçələri ilə tam bir təzad vücuda gətirmişdi. Pislik içində çabalayan və aclığa və zülmə dözən bir ovuz əkinçilərin əməyi, qız gəlinlərin toxuduğu cilimlər, xalçalar, təbrizli bənnaların qayırdıqları şahanə əsər, miyandaablı erməni tüccarların sazladıqları qapılar, pəncərələr. Demək ki, bir hünərsiz nəfəsinə əsir, qarnı yoğun bir Kürd ağasının və onun ailəsinin rifahi yolunda dəyərsiz sərf olunacaqmış. Kürdistanda feodal ağız dolusu ağa deyərlər. Hər ağanın kövşənli bir neçə malikanəsi olur, bir sürü hərəmi və nökər naibi. Ağalar məxməl çoxa, tafta geyiniş şalvar giyərlər. Başların ipək parçalardan yekə bir şəlmə qoyub və bellərinə də 60-70 arşın hərir bir şal bağlayıb və şallarının arasında bir kəskin xəncər gizlədərlər. Onlar boş boğaz, çox danışan, hayküylü insanlar olub tüfəngdən, oddan, qadından söhbət edərlər.
Payızlarda 50-100 atlı atlanıb, çayı aşıb, Çardulular ərazisində, düşmanların içində qırğın salarlar. Bəzən gecə yarıları nökərlər ilə atlanıb, yaxın kəndin ağasının nikahlı xatununu qatırdıb, bilinməz bir yerə gedib, bir zaman gizlənərlər. Xatının ərinə peyğam göndərərlər, qızıl istirsən, yoxsa qan. Qan istərsə, qan tökülər. Hər tərəfdən bir neçə adam qana boyanar. Qızıl istərsə, ağsaqqallar məclis qurub mamiləyi keçirdərlər. Məxləs ağaların hekayəsi uzundur, söyləməklə qurtulmaz. Kürdistanda 1001 gecələr əfsanələrinin müstənəd filmlərini tamaşa etmək olur. 2. Payızın mavi ətirli günü idi. Çay lam axırdı. Arı utan quşlar alvan qanatların aça-aça qışqır-bağır salırdılar. Çay kənarında tanışım Kak Məhmuda rast gəldim. Bir qaya üzərə oturub çubuqlaşdıq. Dərədən, təpədən danışdıq. Meşəliyin tum yerindən. Bir qadınla bir kişi gözə çarpdı. Kak Məhmud güldü. Niyə gülürsən dedi. Arvadın həyasızlığına və ağasının qardaşı oğlunun hərzəliyinə gülürəm dedi. Soruşdum, ağasının qardaşı oğlunu tanıram. Dünən gecə kəndə gəldi. Amma qadın kim ola? O da mallanın təlaq vermiş olduğu arvaddır. Gözəldir soruşdum. Gönlün istədiyi qədər gözəl. Deyirsən qurtulur gedir. Fikrə getdim. Ağanın qardaşı çox çirkin heyvana bənzər bir kişi idi. Məncə gözəl qadın qıraqda qalsın. Bəlkə də çirkin arvadlar da bir belə adamdan ürkərlər. Dilim tutar tutmaz soruşdum. Axı ağanın qardaşı oğlu çox nikbət bir adamdır. Nə hoqqa ilə bir gözəli tora salıbdır, dedi. Kak Mirza dünyada qotur geti bulaq gözündən su içər. Bu bir məsəldir. Kak Məhmud çubuğunu tazalayıb dedi. İndi gəl dastana qulaq ver. Geçən il payızda bu gedə kəndə gəldi. O zaman ağa özü Təbrizdə idi. Kəndin mallası ki gözəl göyçək xatını var idi, bir uzaq mahalla göndərdi. Sifarişləri var aymış. Malla hələ məqsədə çatmadan mən bir gecə dam üstündə yataq salıb uzanmış idim. Yuxum gəlmirdi, düşünürdüm göy üzündə ufuğa sarı bir ulduz axdı. Mallanın qapısına bir fanus işığı saldı. İtlər hürdülər, adamlar güldülər. Maciranı anladı. Demək ki, ağanın qardaşı oğluymuş. Nökərlər ilə mallanın evinə basqın etmişdilər. Malla səfərdən qayıtdı. Qonşu arvadları onu maciradan agah etdilər. O isə çumağı götürüb arvadın bir çox tapdaladı və təlaq verib evindən qovdu. Dedim, mən o oğlanı yola gətirirəm. Yola gələn canavar deyil. O, zalim oğlu zalim, bucuna qədər bir çox ismətli qadını aberusuz etmişdir. Bu birinci dəfə deyil ki, dedi. Nə üçün kənd əhli hakimə şikayət etmirlər, dedi. Ay ağa, burası bir çor kənddir. Fərəngistan deyil, Osmanlı toprağı deyil ki, günahkara divan tutsunlar. Bir də ki, hakim ağaların sözünü qoyub, məgər rəiyyətin şikayətinə qulaq verər. Bir də ki, heç bir rəiyyət bu zamana dək öz ağasından şikayətə getməyib və getməz. Canın xətərə salmaz. Məgər dəlidir, nədir? Bir çoxları cana gəlsələr, gecə yarısı çül palazlarını eşşəyə çatıb kənddən qoyub qaçarlar və bir başqa ağaya pənah gətirərlər.